Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıdıb. Bugün TV xəbər verir ki, sənətçi bu haqda İncə Səhər verilişində danışıb. O bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır. Azərbaycandayam, burada da ev sahibi oldum. Hələ torpaqdır, bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam. Günel Türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqqında xəbərlərə də reaksiya verib. Videonu sizə təqdim edirik. İbrahim Bey mənə amma mal varlığını verməyib. Hə, o mal varlığından da işte Allah ona can, Allah gözdə də bu gözdə hələ var. İbrahim abi hayırdır bana niye haber vermiyorsun? Ben burada ev almak falan düşünüyorum. Bilmirəm ne yapayım. Varsa Yani ümit var ha deyim sizə ki gözləndi var. Valla İbrahim abinin 6 tane evladı var. Maşallah. Ben de danışanda deyir ki sen de benim evladımsın. Ben de 7.yəm galiba. Ne gözəl. İndi bilmirəm düşünər. Hələ o altı birbirine yola Mənifestlərinizi getmir. təşəkkür edirəm. Hələ altı birbirine yola getmir. Ama biz İbrahim abiyle çok dertləşirik. O da herkes mənə sual verir ki görüşürsüz, necədir? Sağlığı yani yine Bəllidir. Ama Bəlli. bize o kadar güzel bir məktəb bırakıp ki Allah ona can sağlığı versin. Bir şeydi ki mən 30 il bundan önce getmişəm ora. Burada məşhur edib məni. O da bir yazıydı. Balaca da bir şey verse biz onu aldık kabul ettik. İnşallah. Burada çünkü Keyifli Azerbaycan'dayım şekilde. uzun bir süredir ve burada da artık ev sahibi oldum. İnşallah Ne ki güzel, ne güzel. Maşallah. İnşallah bitsin. Torpaqdayıq hələ. İnşallah Allah koysa olsun. Hüsniyə Salmanova, Samir Əliyev Bugün TV. Burada da uzun bir süre kalıp öz vətənimdə fəaliyyətlər göstərməyə artıq Ne güzel. düşünürəm.